أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير الناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Olmuş şeytanın şərrindən Allaha sığınıram, Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyənlər. Xoş görük hər birinizi. Bugün 27 sentyabr anım günüdür. Bu günlərlə qədər mərkəzimizin adından bir çıxış olsun dedim. Heç olmasa biz də öz tərəfimizdən bacamız qədər bu şəhidlərə nəsə bir hədiyyə verək, ta ruhları şad olsun. Əl-əli, əlli üzü yar baxımından biz onları yad edək ki, onlara qiyamətə bizi yad etsinlər, xatırlasınlar. Allah bizi şəhidlər ruhu qarşısında başı aşağı eləməsin. Allah onların hər birinə İmam Peyğəmbərlərin şəfaətini qismət eləsin və Allah hər birimizə məsumlarımızın və şəhidlərimizin şəfaətini qismət eləsin. Amin. Kifayət qədər hər il biz bu barədə danışırıq. İstər biz, istər digər əzizlərimiz, istər ilahiyyatçılar, istər başqa ixtisasın sahibləri şəhidlik barəsində biz adətən dini baxımından və yaxud da hüquqi baxımından danışmışıq. Bugün də fərqli bir danışıq olsun, hər bir cəhətdən. Yəni keçən il danışığımız, ondan qabaqki il danışığımız təkrar olmasın deyə fərqli bir formada, çox sadə dillə danışılsın ta hamıya anlaşması rahat və asan olsun. Şəhidlik azadlığa aparan yoldur. Azad olmağın yolu keçir şəhidlikdən. İnsanlar yolunda can verdiyi üçün bu o şəhidin böyüklüyüdür. Adətən fədakar insanlar şəhid olurlar. Canını sevən, candan qorxan, egoist insanlar şəhid olmaqdan boyun qaçırlar. Bu insanlar şəhid olmazlar. Hansı millətə aiddirsə, o yolda bu insan canını verir. Şəhid barəsində kifayət qədər ayələrimiz, hədislərimiz var. Allah Təala şəhidə bir çox xüsusiyyətlər verib. Onların biri də onun şəfaət vermə xüsusiyyətidir qiyamət aləmində. Onun qanı torpağa töküləndə Allah Təala ona öz haqqını bağışlayır. Quranda Allah yolunda ölənləri ölü saymayın, onlar diridirlər ayəsi çox məhdud formada bəzi halda yazılır. Yəni qəlbinizdə həmişə yaşayırlar mənasında deyirlər. Amma bu səhv bir fikirdir. Bu şəhidlik zirvəsini çox məhdudlaşdıran bir ifadədir. Fiziki cəhətdən dünya ilə bu şəhidin kəsilsə əlaqəsi də buna baxmayaraq mənəvi cəhətdən kəsilmir. Qanlar torpağa yox, millətin qan damarlarına axar. Şəhiddən sonra, şəhidin şəhidliyindən sonra onun xalqa təsiri daha çox olur. Həm insani dəyər ünvanında, insanlığın ən uca pilləsinə yetişdiyi üçün və şəhid olmasından əlavə bu insan öz xalqı üçün bir iş etdiyi üçün daha çox sevilir. Dünyasını dəyişəndən sonra.
ən böyük məqama, ən üstün dərəcəyə çatır. Şəhidlik düzgün insanların arzusudur. Allah Taala'dan ölüm diləməklik insan acizliyidir, insan zəifliyidir. Adətən naçar insanlar, əllərindən hər hansı bir iş gəlməyən insanlar Allahdan ölüm istəyərlər. Amma Allah Taala'dan şəhidlik istəməklik qəbahət deyil. Böyük varlıqdan böyük məqam istəməklik böyüklərin işidir. Biz böyük insan olmaq istəyirəksə, Allahdan böyük bir şey istəyəcəyik. Şəhid olmaları ilə bu insanlar insanın ən uca zirvəsi olan hər bir cəhətdən, istər dini, istər qeyri-dini cəhətdən sevilən bir məqama çatırlar. Şəhidlik istəmək ilahi dəyərə dəyər vermək deməkdir. Çünki Allahın bizə bəxş etdiyi dəyərdir bu. Və sən də onu istəyirsən. Biz bu müharibə vaxtında ki, artıq keçib üstündən 5 il, bir gözümüz ağlayır, bir gözümüz gülürdü. Ağlayır ki, şəhidlərimiz var. Bir gözümüz gülürdü ki, bu insan həm şəhidlik zirvəsinə ucalıb, sevinirdik halına ki, xoş halı var. Həm də bu insan boş yer şəhid olmayıb, nəsə iş görüb. Hər bir şəxs müəyyən səviyyədə, müəyyən mənada bu döyüş ərəfəsində bu əsgərimizə dəstək oldu. Bəziləri paylaşımları ilə, bəziləri şəhidlərin dəfnində iştirakla, bəziləri qazilərin evlərinə bar çəkməkliklə, bəziləri öz evlərinin üzərinə Azərbaycan Respublikasının bayrağını taxmaqlıqla hər bir formada bu insanlar müharibədə iştirak edən şəxslərə dəstək oldular. İllər boyudur ki, bizdə bir ləkədir, bilirsiniz, yəni həqiqətən də torpaqlarımızın düşmən tərəfdə olması bizə bir ləkə idi. Baxmayaraq ki, bizim dinimiz sülh tərəfdarıdır, amma əlac olmayanda vuruş əmrini deyir Allah Taala. Bizim inancımız başqa dinlərdə olan insanları aşırı dərəcədə alçaldan inancdan deyil. Çünki bəzi dinlərdə sən üzə bir şillə vursalar, çevir, bu birinə vurulsun inancı bizdə yoxdur. Quranda ayəmiz var, 9-cu ayə Mümtəhinə surəsində, deyir sizi yurdunuzdan çıxaranlar, bir də yurdunuzdan çıxaranlara dəstək olanlar. Bu iki dəstəyi ilə dostluq eləməyin. Bizim dinimiz həm məhəbbət, həm nifrət dinidir. Məhəbbətin yeri həddi var, nifrətin yeri həddi var. Düzdür, sülh xeyirlidir. Amma daha başqa əlac olmayanda insan əl atır uca Allahın əmrinə, vuruş əmrinə və vuruşur. Təbii ki, hər hansı bir məntəqədə su hövzəsini, suyun bir də gəlli yeri bağlayan şəxslərə qarşı bir neçə insan toplaşır və onlara qarşı fikrini bildirir, etirazını bildirir. Ki, bəs nə üçün rayona, şəhərə, kəndə elə o boya gələn siz suyun qarşısını bağlamısınız? Bu, baş qaldıran insanlar fədakar insanlardır. Bu insanlar özləri indidən öz xalqına, öz millətinə belə bir az da olsa yox, əslində böyük bir dəstək verirlər. Bu da hamıya qismət olmur. Xırda-xırda fədakarlıq başlayır bu işlərdən, ta axırda insan olur nə? Şəhidlik zirvəsində. Xırda imtahanlardan, xırda çətinliklərdən, xırda maneələrdən keçərək böyük maneəni fəth edir. Yəni, şəhidlik bu məsələlərin hamısını praktik formada, əməli formada həyata keçirmişdir. Bəzi hallarda biz müəyyən bir dəyərləri unuduruq. İnsan sözün bir mənası unutqan məxluqdur. Bizə bəzən xatırlatmaq lazımdır.
ya ilahi nümayəndələr, ya müəyyən bir şəxslər tərəfindən bizim unutduğumuz dəyərlər bizə xatırladılır. Bax, şəhidlər bizə bəzən bizim unutduğumuz dəyərlər bizə xatırlatırlar. İllər boyu bilirsiniz bizim respublikamız, bizim ölkəmiz beynəlxalq təşkilatlar, filan qrup, BMT-nin filan qərarları, buna baxmayaraq bizim torpağımız illər boyu qaldı düşmən ayağı altında. O deyir, qonşudan gələn parlayan qarın doymaz, belə bir ağsaqqallarımızın belə bir sözləri var, böyüklərimizin. Yəni bizim gözləməyimiz əbəs oldu illər boyu. Filan qadağanlar, filan nə bilim təşkilatlar, filan qruplar, filan şeylərcə nəhayət insan özü içərisində qalxmasa, öz içərisindən səsini bildirməsə, etiraz eləməsə, kənarda ona heç bir şey dəstək mənası olmayacaq. O deyər, gərək quyu öz dibindən su verməlidir, tökməklə su ora dolmaz. İnsanlar baş qaldırır və haqlarını geri aldılar. Yəni, ədalət gözləmək artıq mənasız oldu. Çünki illər boyu biz sülh tərəfdarı olduğumuz üçün həm bir millət kimi, həm bir müsəlman əhalisi kimi illər boyu qan tökülməsin deyə, insanlar ölməsinlər deyə, istər mülki, istər qeyri-mülki, yəni hərbi insanlar ölməsinlər deyə biz sülhün tərəfdarı olmuşuq. Amma nəhayətdə görürük ki, yox. Alınmadı deyə bir müsəlman olaraq, yəni bir millət olaraq əl atdıq nəyə? Haqqımız olan bu döyüşə. Və bizim bu millət həqiqətən də mən özüm hətta şahid olmuşam şəhidlərin dəfnində, şəhidlərin evlərini baş çəkməklikdə, qazilərin evinə getməklikdə, xəstəxanaya getməklikdə. Yəni insana həqiqətinə qədər canfaşanaq eləyirdilər. Mən bunu özüm yaşamışam, özüm görmüşəm, özüm də geri ziyarətləmişəm. Qəbri ziyarəti, yası, şəhidlərin bu ailələrinə baş çəkməklik, xəstəxana hamısına şükür azın çoxundan eləmişəm işlər. Bu həm bir qürur verici idi, həm də onların simasına tam başqa bir insan sima görürdü bu qazilərin və ya da şəhid ailələrində. Həmçinin biz yadımızdadır da bizim əzizlərimiz, xüsusən də inanclı insanlar, möminlər, şəhidlərimizin 40 ili çıxmamış, həmin il onların dəfn olduğu yerə getdilər və orada bir mərasim qurdular. Mərsiyə deyirdilər, dualar oxuyurdular. Yəni, bunlar nə üçün idi? Düz buna hər kəs bir adı qoydu, amma əsas o deyil. Yəni, kimlərinsə dar düşüncəsi, kimlərinsə fikri bizə çox maraqlı deyildi. Həmin insanlara çox önəmli deyildi. Əsas odur ki, bu insanların niyyətini Allah bilir. Nədir niyyətləri? Yəni, Allah bizim əlimizdən bu gəlir. Biz döyüşə bilmədik, biz gedə bilmədik, qazi ola bilmədik, döyüşə gedək, şəhid ola bilmədik. Bizim əlimizdən bu gəlir. Arxa cəbhədən də hər bir insan həm vaxtlarına qədər yardım etdi, maddi, fiziki mənəvi cəhətdən də, geyinmələrə qədər, pullarına qədər, qidalarına qədər və s. Və həmin ərəfədə də hamımız bildiyimiz kimi, hamımız gördüyümüz kimi, o şəhidlərimizin ikinci fəxri xiyabanda qəbirlər üstün cəmaət mərsiyə edirlər, dua oxuyurdular. İndi də bu günləri, 27 sentyabr bu günlər 2025-ci il, oranın açılışı oldu. Biz getmişdik bu yaxınıncı dəfə ora, bağlı idi, təmir edirdilər deyə, ora buraxılış yox idi. O gün açılışı oldu, orada hamı cəma gəlmişdilər. Jurnalistlər, dövlət işçiləri və sıravi insanlar hamısı gəldilər. Nəyə görə? Bir məqsəd toplaşmışlar. O məqsəd də təbii şəhidlərin anım mərasimi idi. Şəhidlər yad etməli idi. O deyərlər, əl üzü yar. Yəni, biz şəhidləri yad edirik ki, orada yad olunaq. İmam Peyğəmbərin də bizim salavatlarımıza, duamıza ehtiyacları yoxdur. Biz onları edirik ki, onlar bizim xeyrimizədir. Onları yad edirik ki, biz də o bir aləmdə yad olunaq. Yoxsa əslində bunların ehtiyacları yoxdur. Şəhidlər qiyamət aləmində Allahın dərgahına gələndə bunlar çox böyük hörmətlə qarşılanırlar. Yəni, bu insan ən şərəfli ölümlə dünyasını dəyişib. Bir var, üzr istəyirəm, Allah hamını uzaq eləsin, çox pis səviyyədə olan ölüm, alçaq səviyyədə olan ölüm.
Amma belə deyil. Bu insan hər şeydən vaz keçdi və ailəsinin yaxınlarını tapşırdı Allaha. Allah, mən sənin yolunda dünyanı dəyişirəm. Bunlar sənə əmanət. Bu insanlar bunları kənara qoyaraq birinci Allahın dediyi qanunu, torpağı, milləti sevməklik məsələsini önə verirlər və şəhid olurlar. Və təbii ki, ilahi səfirlər, yəni peyğəmbərlər və şəhidlərimiz, imamlarımız bu insanlar qiyamət günündə çox fəxrlə qarşılayarlar. Mən dəfən demişəm, bizim bir alim ustadımız vardı, müəllimimiz. Deyəli ki, həmişə belə dua edin ki, Allah bizim axırımızı xeyirli elə. Neçə il namazımız, orucumuz, duamız, ziyarətgahlarımız hamısı yerində olmağına baxmayaraq, yenə biz ehtiyat etməliyik ki, büdrəməyək niyyətimizdə, etiqadımızda, əməllərimizdə ki, ta son anımız pis qurtarmasın. Son anın xeyirli olması, xeyirlə bitməsi, xətim olması çox mühümdür. Allahümmə cəal əvaqibə umuruna xayra və la təcələhə şərra. Hətta bu oxuyarlar zikirlərdə, səcdədə və qunutda ki, Allah bizim axırımızı şərli eləmə, bizim axırımızı xeyirli elə. Tarix boyu çox insan olub ki, onlar neçə il dövlətinə, millətinə, dinə xidmət ediblər. Amma axır anlarda öz nəfslərinə uyublar. Nəfs də hər dövrdə İmam Hüseyin tarixində Allah hamımıza məlumat olduğu kimi tarixində hər hansı məntəqə olmur. Zamana görə dəyişir o nəfs. O vaxtki dövrdə Rey məntəqəsi idi, İranda yerləşir. Bu gün də müəyyən bir başqa formalarda olan o nəfslər var. Yəni, filan şey əldə etmək üçün sən nəyə verə bilərsən? İnsan başqası bundan razı olsun deyə öz dəyərini satırsa, bu da bir nəfsə qulluq etməkdir. Başqası buna razı olursa, öz dəyərini, öz etiqadını, öz inancını verirsə, bu da bir növ o İmam Hüseyin qatilləri kimi olacaq. Şərt deyil, adın o olsun. Zaman fərqli, amma məqsəd, nəfs və şəxslərin niyyəti eynidir. Mümkündür, forma dəyişsin, ad dəyişsin. Bir ayə deyim, mən bitirim sözümü. Sonra mən inşallah çalışım, axı bir burada şeir var, şeiri qoşmaq istəyirəm. Ona inşallah qulaq asarıq və çıxarıq. Demişəm mən bunu keçənləri çıxışımızda, indi geri gəlib deyim. Şəhidlər ayəsində Bəqərə 154, Alimran 169-cu ayədə deyir ki, onları düzdür, bu ayənin çox izahı var, çox təfsiri var. Mən bir cəhətini çox qısa qeyd edəcəm. Keçən biz burada danışmışdıq belə bir tədbirimizdə. Allah odur ki, onlara ölü deməyin, onlar diridirlər indəllah. Allahın yanında, bizi Allahın qatında bunlar diridirlər. Allahın bilirsiniz də bu forması bizi kimi deyil. O bir nurdur. İndi necə bilmirik. Bir ki nurdur da yəni. Bir də bunu bilirik. Dərindən bilək çətin məsələdir. Yəni bizim ağlımıza sığmaz. Bizim bədənimizin hər bir şeyi, maddi cəhətlərin forması var. Potensial tərkib deyirlər kəlam elmində, psixologiya elmində. Yəni çəkimiz, boyumuz, formamız, rəngimiz, filan cəhətlər var. Şəhidlər, bu insanlar şəhid olanda Allahın qatında daha onlarda o formalar olmur. Bunlar diridirlər Allahın yanında. Allahın yanı necədir? Allah qatı necədir? Orada forma, çəki, rəng, bu xüsusiyyətlər var. Təbii ki, yox. Çünki orada maddi aləm deyil. Mücərrəd aləmdir, qeyri-maddi aləmdir yəni. Orada hər hansı bir şeyin çəkisi filanı nurdur da, hər bir yer nurdur. Yəni, bu, hətta bura qədər, bəyə biz danışaqlar, öz haqqın şəhidi keçir. Namazından qalıb, orucundan qalıb, öz haqqı, bəndə haqqı, ayrıca mövzudur. Öz haqqın keçir. Nəyə görə bu adam əyilməyib, öz şəxsi fikirlərini saxlayıb, ikinci dərəcəli, Allahın istəyini önə verib, qabağa verib. Bunun üçün Allah onu qabağa çəkir. Allah deyəni etdiyi üçün Allah da bunu qabağa çəkdi. Quranda Əbu Bəqərə surəsində Allah Taala möminlərdən canların satın alır. Özü baha qiymətə. Biri var ki, müştəri qiyməti aşağı sala, satıcıdan. Tam fərqlidir bu Allahın gedişatında. Deyir ki, baha qiymətə istəyər insanların canını. Yəni, insan hədisi var Əleyhisselamın hədisində.
İnsan özü ucuz bilmə, sənin dəyərin çox bahalıdır. Sənin bədəninin yeri cənnətdir. Özü kiçik sayma. İnsan gəl özünü kiçik sanmasın, özün cılız bilməsin və Allah Taala'nın ona verdiyi dəyəri layiqincə qoruyub ona geri qaytarsan bahalı qiymətə. Allah özü istəyir ki, bəndə mənə öz bədəni, öz bu cismini bahalı formada versin. Baha nəyə ki, pul cəhətdən deyil, mənəvi cəhətdən dəyərli bir xilqət ki, məni geri qaytarsın. Çünki mən bunu ağappaq buna vermişəm bu ruhunu və məhz insan yaradandan sonra əhsənə xaliqin özümə əhsən demişəm. Məxluqatın ən şərəflisidir insan. Və bu insan da öz buna verilən ağappaq ruhu ağappaq geri qaytanda olur Allahın istəyi. Düzdür, burada Allahın bir xeyri, bir ziyanı yoxdur. Sadəcə bu insan üçündür. Biz Allaha nə qədər xidmət eləsək, qulluq etsək, ibadətində, itaətində, burada Allahın bir xeyri, ziyanı yoxdur. Günəşin nuru kimi. Özünün bir xeyri, ziyanı yoxdur. Bu bizim üçündür. Allah özü istəyir ki, möminlərdən onların canlarını baha alsın. Baha nədir? Dediyim kimi, şərəfli ölüm. Şərəfli ölüm nədir? Şəhidlik. Şəhidlik nədir? Ya ailənin təminatı üçün o yolla insan ölür. O niyyətlə gedir işləməyə harasa, o yolda ölür. Yaxşı niyyətlə. İkincisi, elm üstündədir. İnsan hər hansı məntəqədə, şəhərdə, ölkədə elm tələb edir ki, gəlsin xalqına xidmət eləsin, o niyyətlə dünyasını dəyişir, o da bir növ şəhiddir. Üçüncü növ torpaqdır. İnsan torpağını kənar qüvvələrdən, yağı düşmənlərdən qoruyur və bu yolda da dünyasını dəyişir, o da bir növ şəhiddir. Və dördüncü ən uca ölüm din üçün şəhid olmaqlıqdır. Allah hamımıza aləmimizin, elmimizin, torpağımızın və dinimizin uğrunda ölməyə qismət eləsin. Allah hamımızın axırını xeyirli eləsin. Allah şəhidlərə rəhmət eləsin, yaxınlarına səbir versin. Allah xəstələrimizə, o cümlədən qazimizə Allah şəfa versin. Allah bizləri qiyamət aləmində şəhidləri ayrı salmasın. Allah onların şəfaətini bizə qismət eləsin. Allah hamımıza Məşəd, Kərbəla, Ərbəyin, Həcc, ümrələrini qismət eləsin. Allah elmimizi artıq, imanımızı kamil eləsin. Allah ölkəmizi daxili və xarici düşmənlərin təhlükəsi zamanında saxlasın. Allah əsgərimizi qorusun düşmənin təhlükəsindən, ziyanından, gülləsindən. Allah bizi daha da mehriban eləsin və bir daha bizim xalqımıza belə bir ağır günlər qismət eləməsin. Sizə çox sağ olun, qoşuldunuz, vaxtınızı bura həsr elədiniz. Allah sizi var eləsin, Allah sizin də dualarınızı qəbul eləsin. Və Allah Teala yolun gözlədiyimiz 12-ci imamın gəlişini tez əşkilsin. Allahümmə salli əla Muhammedin və ali Muhammed və accil faracahum.